Adətən deyirlər ki, əvəz olunmaz insan yoxdur. Rasim Balayevi kim əvəz eləyə bilər ki? Mən o sözlə razı deyiləm. Əvəz olunmaz insanlar var. Hardadır Ələsgər Ələkbərov? Hani Hökümə Qurbanova? Hani Turabov? Hani məsələn deyirəm Fuad Poladov, ondan sonra Yaşar Nuri, məsələn deyirəm sizə, çoxdur. Yəni bu Ağasadıq Gərəbəli. Bir sözlə də, mənim sevimli iki filmim var. Bir Bəxtiyar filmidir, bir də Azərbaycanda, bir dənə də Meştibat filmi. Bəlkə bir 200 dəfə baxmışam. Niyə onları sevirsiniz? O qədər mükəmməl aktyorlar, mükəmməl oyunlar. Bu gör-götür dünyasında öyrənmək lazımdır.